Xoş gördük əziz müəllimlər və abituriyentlər. Mən tarix müəllimi Qara Hikmət. Bu günlərim sizlərlə hansı dövlətdən bəhs edəcəyik? Uyğur xaqanlığından. Uyğur xaqanlığından ilk öncə Çinlilər məlumat veriblər. Bizim eramızın 2-ci əsrində Çin qaynaqlarında bunlar haqqında məlumat var. Daha sonra isə onlar göytüşlərdən asılı vəziyyətdə olmuşlar. Hətta göytüşlərin tərkibində olanda mahir oxçular belə həmin bu Uyğurlar idi. Daha sonra göytüşlərin zəifləməsindən istifadə edərək axırıncı Aşina nəslini hakimiyyətdən salıb öz dövlətlərini qurdular. 744-cü ildə Qutluk Bilgə Kim Kül Xaqan hakimiyyətə gəlir. Karluk və Basman tayfalarının birləşməsi nəticəsində. Həmin bu hakimiyyət illərində ilk öncə dövlətin başçısını nə qeyd edəcəyik? Xaqan titulu daşıyır. İlk öncə bunu deyirik. Daha sonra isə paytaxtı Ordu şəhəri olur. Həmin bu Uyğur xaqanlığının Mərkəzi Asiyada yaranır. Və Mərkəzi Asiyada yaranmağı təbii ki, İpək yoluna nəzarət, İpək yolu uğrunda mübarizəyə qoşulmağına imkan yaradacaq həmin bu Uyğurlarda. Daha sonra onun hakimiyyət illərində, bundan sonra onun oğlu bir il hakimiyyətdə olur 744-dən 745-ə kimi. 745-dən 59-a kimi gələcəkdir bunun oğlu kim? Moyonçur. Moyonçur hakimiyyətə gəlir və gələndən sonra nə olur? İlk öncə narazılıqla qarşılanır, daha sonra hakimiyyətini bərpa edə bilir. 751-ci ildə bu Çinlilərlə ərəblər arasında Talas döyüşü baş verir. Ancaq Talas döyüşü baş verdikdə ərəblər Çinliləri udurlar, ancaq Mərkəzi Asiyada qalmırlar. Mərkəzi Asiyada nəzarəti Uyğurlar özəllərinə keçirirlər və Uyğurlar özəllərinə keçirdilər. Artıq hansı dövlətlə sərhəddə olacaqlar? Çinlilərlə Çinlilərin daxili işlərinə qarışmağa da buna imkan yaradacaqdır. Bu dövrdə, belə deyək, Türk şahzadəsi, anası Türk olan, həmin bu Çin imperatorunu devirir, hakimiyyətə gəlir. Təbii ki, köhnə Çin imperatorunun xoşuna gəlmir və Uyğurlardan kömək istəyir. Həm bu Uyğurlar nə varacaqlar? Gedirlər, imperatoru devirib, hakimiyyətini bərpa edirlər. Çinlilər isə bunun əvəzində Uyğurlara nə verir? Xərac verir. Daha sonra isə biz nə deyə bilərik? Biz deyə bilərik ki, həmin bu Moyonçurdan sonra hakimiyyətə Böcü Xaqan gələcək. Böcü Xaqan hakimiyyət illərində ilk öncə dövlət güclənməyə başlayır və daha da demək olar ki, Çinlilər üzərinə hücum edən Tibetlər məğlub eləyir. Niyə məğlub eləyir? Təbii ki, bu Mərkəzi Asiyada İpək yolu var. İpək yolunu həmin bu Tibetlilər tutsa, həm Çinə, həm də Uyğurlar üçün böyük zərbə olacaq. Ona görə də onları məğlub eləyib Çindən qovur. Bunun hakimiyyət illərində, belə deyək, həmin bu Uyğurlarda maneçilik dini yaranır. Belə deyim də, yayılır. Maneçilik deyir ki, bəs müharibə etməyək. Türklərdə də əsas ruh yüksəkliyi nədən ibarətdir? Döyüşkənlikdən. Ona görə də bunlar arasında narazılığa gətirib çıxardacaqdır və nə olacaq? Dini pərakəndəliyin əsasını qoyur. Və bu Uyğur dövlətinin zəifləməsinin əsas səbəblərindən biri də nədir? Dini pərakəndəlikdir. Həmin bu Uyğurda dini pərakəndəlik, xaqanların sui-qəsd nəticəsində öldürülməsi, iqlim dəyişkənliyi, tabe edilmiş tayfaların üsyanı dövlətin zəifləməsinə gətirib çıxarır. 942-ci ildə Qırğızlar üsyan qaldırır, həmin bu Uyğur dövlətini süquta uğradır. Artıq 942-də bu getdi. Mədəniyyət də xüsusən inkişaf eləyir. Təbii ki, mədəniyyətdə şəhər salma və olan şəhərləri yenidən bərpa etmə xüsusən burada inkişaf etmişdir. Daha sonra isə burada nə deyə bilərik? İpək yolu üzərində nəzarət təbii ki, ticarət yolunun üzərində inkişafa səbəb olacaq və bunlar ilk öncə mətbəəni yaradıblar. Mətbəə də bunlar kağızdan, Avropalılar əvvəl kağızdan istifadə ediblər. Həmin bu, belə deyim də, kitabları da həmin bu mətbəədə çap edirdilər, maneçiliyə lazım olan. Daha sonra Uyğurlar, belə deyim də, kitab çapını Çinlilərdən öyrəniblər. Çinlilər isə, belə deyim də, Çinlilərdən öyrəniblər, Avropalılar isə həmin bu Uyğurlardan öyrənmişdi. Daha sonra Runa əlifbasından istifadə eləmişdi. Bir çox şəhərləri, inkişaf etmiş şəhərləri var idi və ərazisi harda idi? Ərazisi Mərkəzi Asiyadan, harda şərqdə Altay Mancuriya, cənubda Qobi səhrasına qədər olan bir ərazini əhatə eləyirdi. Paytaxt hansı oldu? Paytaxt Ordu şəhəri oldu. Daha sonra burada nə yadımızdan çıxdı? Uyğurlar, belə deyim də, Çində Tan sülaləsini himayə edirlər. Həmin Tan sülaləsini himayə etməkləri onları qiyam çıxışlardan və Tibetlərin hücumundan qoruyurdu. Bunun əvəzində isə Çinlilər bunlara ipəklə xərac verirdilər. Uyğur dövləti haqqında qısa məlumatımızdır və gələcək dərslərimizi YouTube kanalımızdan izləməyi unutmayın və abunə olmağı mütləq yaddan çıxarmayaq. Çox sağ olun, minnətdarım.